Bilirsiniz, qaş düzəldən yerdə göz çıxarmaq olmaz da. Yəni burada əgər qanunsuzluqlara qarşı mübarizə aparılırsa, dövlət araşdırmalara başlayıbsa və təbiidir ki, müəyyən cəzalar veriləcəksə, burada günahı olmayan insanların zərər çəkməsinə yol vermək olmaz. Hətta Ramiz Mehdiyevin xanımıdırsa belə. Niyə? İndi mən demirəm, o günahsızdır ya günahkardır. Bunu istintaq müəyyənləşdirəcək. Yaxud da ki, bu proseslərə nə qədər dəxlinin olub-olmamasını istintaq müəyyən edə bilər. Amma konkret bir adamın ailə üzvüdür deyə kimisə işdən çıxarmaq əlbəttə ki, bu Azərbaycan dövləti üçün bu qədər də yaxşı görüntü deyil. Ona görə mən düşünürəm ki, o müəssisələrdə əgər kimlərsə bu qərarları verirsə ki, verərkən düşünürsə ki, bu Ramiz Mehdiyevin gəlinidir, həyat yoldaşıdır, nə bilim, indi oğludur, tutaq ki da, Fövqəladə Hallar Nazirliyində bu səbəbdən onlar işdən çıxarıla bilməz. Amma ola bilər ki, biz bilmirik, istintaq tutaq ki, hansısa materiallar əldə edib, sübut və dəlillər, tutaq ki, o müəssisələrə indi o gizli qrifi altında dövlətin müvafiq xidmətləri vasitəsilə məlumat göndərilib ki, vəziyyət budur, misal üçün. Ona görə də o şəxsi orada işdə saxlamaq olmaz. Yəni bu və ya digər şəkildə Ramiz Mehdiyevin əməllərinə bulaşmış ola biləcəkləri haqqında məlumatlar var, tutaq ki. Və o baxımdan olar. Yoxsa bu bunun qızıdır, qohumudur, gəlinidir, yaxınıdır, dostudur deyib işdən çıxarmaq bu doğru bir şey deyil. Amma məsələn, oğlu kim ki nazirlikdə kifayət qədər böyük bir vəzifəni tutur və illərdə necə gəlib çıxdığı da bəllidir. Yəni yaşı bəlli, 2 il nazirliklərdə, ayrı-ayrı nazirliklərdə demək fəaliyyət göstərib və kifayət qədər böyük bir dosyası da var iş fəaliyyəti ilə bağlı. Amma əgər atası dövlətə xəyanətdə ittiham olunan bir şəxs Fövqəladə Hallar Nazirliyinin nazir müavini vəzifəsində qalması həm etik baxımdan, həm təhlükəsizlik baxımından, həm də bir parametrlərə istefa verməlidir. Mən düşünürəm ki, bax belə situasiyalarda onun özü məsələn deməlidir ki, mən istefa verirəm, izahsız filansız. Yəni atasına qarşı nəsə deməsi ağırdır, çətindir əlbəttə. Nə cinayət olur olsun, bunu deməsi, etməsi bir qədər çətin olacaq. Buna görə mən düşünürəm ki, Teymurdur səhv eləmirəmsə. Teymur Mehdiyev. Yəni mən şəxsən haşa İraq, yəni bizim ailəmizdə atamız elə insan olmayıb ki. Amma şəxsən mən onun yerində olsaydım, düşünərdim ki, bu proseslər bitənə qədər ən azı mən vəzifəmdən çəkilməliyəm. Çünki onun əlində bu saat səlahiyyət var. Söz demək imkanı var. Özü də yüksək vəzifədir, elə belə vəzifə deyil. Yəni onun yerinə olsam çəkilərdim, qoy bu proses bitsin. Onda aydın olacaq, tutaq ki, bu Teymur Mehdiyevdə, Ramiz Mehdiyevin oğlu bu proseslərə nə qədər bulaşıb? Bulaşıbmı ümumiyyətlə? Ola bilər ki, kristal təmiz adamdır, hərçənd ehtimal yoxdur o qədər də. Tutaq ki, yaxud gəlini, tutaq. İndi insanlar deyir ki, yaxşı həkim idi. Bəlkə doğrudan da o başını salıb aşağı gedib, işini görüb, xəstələri müalicə edib, evinə qayıdıb, başqa heç bir şeyə bulaşmayıb. Bu da ola bilər. Ona görə mən düşünürəm ki, bunların istefa verməsi daha uyğun olardı. Nəinki işdən çıxarılması. Çünki işdən çıxarma artıq bu sübut, dəlil, nə bilim, məhkəmə hökmü olmadan bu düzgün deyil də. Bu təkcə bizdə deyil. Mən fikirləşirəm ki, bizim dövlət qurumlarında bu işlərlə məşğul olanlar bu nüansı mütləq nəzərə alsınlar. Sabah çünki bizə qarşı bundan istifadə olunacaq. Ki atası tutuldu, ittiham edildi, ona görə ailəyə qarşı hətta iddia eləyəcəklər ki, bir repressiya dalğası filan. Repressiya deyə bir şey yoxdur əslində, amma o görüntünü yarada biləcəklər. Əslində bu ayı xidmətidir. Əgər kimsə bunu planlı şəkildə eləyirsə, ki onun bütün qohum əqrabasını işdən atın və s. deyərək. Bu artıq ayı xidmətindən başqa bir şey deyil. Yəni qaş düzəldərkən göz çıxarmaqdır.